Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 25 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugünkü nömrəsi 16 səhifədən ibarətdir. İlk səhifəmizdə çoxölçülü tərəfdaşlıq doktrinası başlıqlı məqalə dərc edilib. Azərbaycanla Çin Xalq Respublikası arasında strateji tərəfdaşlıq modeli, iki suveren dövlətin maraqlarının uzlaşmasından doğan birgə əməkdaşlıq formulu, həm də Avrasiya geosiyasi düzənində yeni inteqrasiya paradigmasının təşəkkül tapmasına rəvac verən kompleks prosesdir. Bu münasibətlər sistemi əslində postbipolyar dünya nizamında güc mərkəzlərinin yenidən təşəkkül kontekstində dəyərləndirilməlidir. Qəzetimizin ikinci səhifəsində isə Prezident İlham Əliyev Pekində Çinin China Global Television Network telekanalına müsahibə verib başlıqlı məlumat yer alıb. Uğurlu sahibkarlıq mühiti, sabitlik və tərəqqi başlıqlı məqalədə 3-cü səhifəmizdə dərc edilib. Xalqın ümid çırağı 1993-cü ilin isti iyun günlərində yenidən işıq saçdı. Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı ölkəmizi məhvə sürükləyən fəlakətlərə qarşı əsl sipərə çevrildi. Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan nəinki sabitliyə qovuşdu, həm də inkişaf yoluna qədəm qoydu. Qəzetimizin 4-cü səhifəsində Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb başlıqlı məlumat dərc edilib. Həmçinin bu səhifədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub. Eyni zamanda Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir başlıqlı yazılarda dərc edilib. Konstitusiya və suverenlik ilinə əsr edilən yazı isə 5-ci səhifəmizdə dərc edilib. Konstitusiya ilə bəyan edilmiş əsas prinsip və dəyərlər başlıqlı məqalədə qeyd olunur. Azərbaycan xalqının Vətən müharibəsində qələbəsinin 5-ci il dönümü, müstəqil dövlət üçün əsas şərtlərdən olan suverenliyin bərpa edilməsi, 30 il əvvəl ilk konstitusiyanın qəbulunun ölkənin müstəqillik tarixinin mühüm hadisələrindən biri kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci il konstitusiya və suverenlik ilə elan edildi. Qəzetimizin 6-cı səhifəsində dünyanın tanınmış səyyahları Füzuliyə gəlib, daha sonra Şuşa şəhəri ilə tanışlıq və dünya səyyahları Xankəndidə, son olaraqsa Ağdama gəliblər başlıqları ilə məlumatlar dərc olunub ki, ətraflı tanış olmaq üçün söz gedən səhifəmizə baxa bilərsiniz. Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr olunmuş yazılarsa 7-ci səhifədə yer alıb. Ustad Aşıqlar Yurdu başlıqlı məqalə də burada öz əksini tapıb. Aşıqlıq ənənəsi türk mədəniyyət tarixində əhəmiyyətli yer tutur. Bu ənənə əsrlərlə davam edən sınaqlardan keçərək cilalanmış, özünə məxsus ifa tərzinə, yaradıcılığa malik, öz qayda qanunları olan bir sənət kimi inkişaf etmişdir. Dərələyəz Qərbi Azərbaycanın aşıq bölgələrindən biri olmuş, 19-cu əsrin görkəmli sənətkarı Aşıq Cəlildən başlamaqla Aşıq Qəhrəman, Aşıq Nəbi Əhmədoğlu, Aşıq Xanlar, Aşıq Məhəmməd, Aşıq Qafur, Qulu Bayramoğlu, Bəhmən Sallı, Aşıq Behbud, Aşıq Əli, Aşıq Şükür və başqaları kimi sənətkarlarla tanınmışdır. Günün siyasi nəbzi də qəzetimizin 8-ci səhifəsində tutulub. Qlobal nəqliyyat dəhlizləri, fəal əməkdaşlıq mövqeyi başlıqlı məqalədə burada dərc edilib. Azərbaycan Çinlə ticarət və enerji sərhədlərini aşan hərtərəfli və strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Qloballaşma və inteqrasiya proseslərinin dünyanı vahid iqtisadi orqanizmə çevirdiyi, İKT-nin ölkələr arasındakı məsafəni kiçiltdiyi bir zamanda nəqliyyat əlaqələri daha ciddi önəm kəsb etməyə başlayıb. Günün siyasi nəbzinin tutulduğu 9-cu səhifəmizdəki məqalələrin başlıqlarını isə sizə təqdim edirik. Qafqazdan uzaq şərqə, Azərbaycan-Çin strateji ittifaqı, rəylər və mülahizələr hissəsində tərəfdaşlıqda yeni uğurlu səhifə açılır. Zəngin keçmiş, müasir reallıqla birləşir. Rəqəmsal və ekoloji transformasiya trayektoriyası başlıqlı məqalə isə 10-cu səhifədə dərc olunub. Çinin rəqəmsal İpək yolu layihəsi ilə Azərbaycanın rəqəmsallaşma strategiyası arasındakı əlaqə göz önündədir. Məsələn, Azərbaycan asan xidmət modelində əldə etdiyi uğurlu təcrübə ilə Asiya ölkələrində nümunə kimi təqdim olunur. 11-ci səhifəmizdə də günün siyasi nəbzi tutulub. Multipolyar dünya müstəvisində hərtərəfli əməkdaşlıq modeli başlıqlı məqalə isə burada öz əksini tapıb. Regionun lider dövləti kimi beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanan Azərbaycan, Cənubi Qafqazda sülhün və inkişafın əsas lokomotivi rolunu oynayır. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər də tarixi və mədəni irsə, sivilizasiyalar arası dialoqa söykənir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub. Bu məqalə isə 12-ci səhifəmizdə öz əksini tapıb. Elan və tədqiq olunan protokol 1992-ci il yanvarın 28-də sərnişin vertolyotunun vurulması faktı ilə bağlı olub. Qeyd edilib ki, Ağdam aeroportundan havaya qalxan Ağdam-Şuşa reysi üzrə uçuşa başlayan Azərbaycan Respublikasına məxsus Azal Mülki Aviasiya konserninin Azal Phoenix Zabrat Avia şirkətinə aid
2437 Bart nömrəli Mi-8T markalı sərnişin vertolyotu Xankəndi şəhərində Kərkicahan kəndi ərazisində Ermənistan Silahlı Qüvvələri tərəfindən raketlə vurulub. Vertolyot Şuşa rayonunun Xəlfəli kəndindən Qaybalı kəndinə gedən torpaq yoluna çırpılaraq partlayıb. Bir sərginin obyektivində mədəni yaddaş başlıqlı məqalədə 13-cü səhifəmizdə dərc edilib. Ermənistanın bugün diplomatik meydanda ən çox işlətdiyi söz sülhdür. Baş nazir Nikol Paşinyan və komandasının çıxışlarını izləsək, sanki bu ölkə bölgənin ən sakit, ən demokratik və ən hüquqi dövləti kimi görünür. 14-cü səhifəmizdə isə iqtisadiyyatla bağlı yazılar yer alıb ki, bu məlumatların başlıqlarını sizə təqdim edirik. Yaşıl enerji tərəfdaşlığın mühüm istiqamətidir. Pambıqçılıqda innovativ texnologiyaların rolu, pambıq sahələrinin sığortalanması prosesinə başlanılır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1,9% artıb. 15-ci səhifəmizdə isə dastanlara sığmayan qəhrəmanlıq başlığı ilə Albert Ağarunov haqqında yazı dərc olunub. 25 aprel Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Azərbaycanın milli qəhrəmanı, vətən övladı və Həzassanov ordenli Albert Ağarunoviç Ağarunovun doğum günüdür. Yaşasaydı 56 yaş tamam olacaqdı. Amma düşünürlər ki, belə insanlar haqqında yaşasaydı demək heç də doğru deyil. Çünki onun kimi qəhrəmanlar heç vaxt ölmürlər, qəlbimizdədirlər. Şücaəti, hünəri və ölməzliyi ilə. Bugün olan nömrəmizin son səhifəsi də hava haqqında məlumatla yekunlaşır. Beləliklə, bugünlük də sizə çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.